Hərənin əlində bir silah var və hamı bir-birinə ateş açır. Səngərlər, gizlənmək üçün yerlər və təcrübəli döyüşçülər heç kimi bağışlamır. Bunlar Bakıda baş verir. Amma qorxulu heç bir şey yoxdur. Hər şey əlillər arasında keçirilən paintball yarışında yaşanıb. Poligon kimi arena, müharibə kimi oyun. Paintball Federasiyası və Patriot klubu əlillər arasında paintball yarışı keçirdi. Bugün bu paintball oyunun iştirakçıları əlillərdir və onların arasında Qarabağ müharibəsi əlilləri də yetəri qədərdir. Təbii ki, bu silah onların döyüşdüyü əsl silahı əvəz edə bilməz. Amma ən azından bu cəmiyyət üçün, bu ordu üçün hələ də yararlı olduğunu göstərmək üçün məncə pis vasitə deyil. Biz qədim xalqıyıq, döyüşkən xalq. Mən indi bir protezlərəm, siz görürsünüz. Mən bu güclü eləmək istəyirəm ki, bugün baş komandan əmr verərsə, mən lazım olan avadanlıqlardan, yəni dərman preparatlarını istifadə eləməklə bir neçə saatdır pozisiyada döyüş apara bilərəm. Mən mesaj vermək istəyirəm cəmiyyətimizə. Bu gün cəmiyyət əlilliyi olan insanları qəbul edə bilir. Amma biz əlilliyi olan insanlar cəmiyyətə inteqrasiya etməyə çalışırıq. Əlimizdə də silah. Qəbul eləsiniz, xoş, qəbul eləməsiniz, gəlirik. Nə cür var, elə də gəlirik. Məcbursuz ki, bizi qəbul eləyəsiniz. Komandaların tərkibində Qarabağ əlilləri çoxluq təşkil edirdi. Müharibə zamanı əsl silahları sınaqdan keçirənlər üçün paintball silahları çətinlik törətməsə də, digərləri biraz tərəddüd içində idi. İfadə eləyə bilirsən bundan? İzah eliblər, necə işlənir? Arenada əsl döyüş ab-havası var idi. Yarışdan öncə kəşfiyyat xarakterli məlumatlar bölüşdürüldü, hərəyə tapşırıqlar verildi. Bu işi isə təbii ki, Qarabağ müharibəsində iştirak etmiş şəxslər icra edirdi. Və az sonra gözlənilən maç başladı. Plastik güllə səsləri ətrafa yayıldı. Az sonra kimisi başından, kimisi ayağından vuruldu. Amma kimsə bundan üzülmədi. Hər kəs məmnun görünürdü. Vurulanda heç belə deyirəm, mən məsələn ikinci qrup Qarabağ. O vurulan o güllə ilə bunun arasında daha yerlə göl arasında qayb var. Ona görə də yəni ki, bir bada ağrıdır, ona şeydir. Yəni axırda yerlərdə onlar istifadə deməyin yeri də yox. Təşkilatçılar isə ruhlanaraq bu tip yarışları davamlı keçirməyi düşünür. İştirakçılarımız az oldu, düzdür. Cəmi 16 nəfər iştirakçımız var idi. Amma bu gün çox pozitiv keçibdi. Yəni ki, yəqin özünüz də görmüsünüz, uşaqların üzərində olan bu təbəssüm pozitiv hər bir şeyə dəyərdə bugünkü günə. Yarışın sonluğu xüsusilə maraqlı alındı. Kapitanlar, Qarabağ müharibəsi əlilləri bir də dueldə bəxtlərini sınadılar.